Salam dostlar, bugün sizə gilas meyvəsində zoğurdu necə olur onu göstərəcəm. YouTube səhifəmdə zoğurdu ilə mübarizə bağda, yəni gilas ağacında, zoğunda necə olursa, hansı dərmanlar vurulursa, zoğurduna aid ayrı bir video var. İndi isə sizə meyvədə necə olursa onun haqqında məlumat verəcəm. Zoğ qurdu kimi tanıdığımız bu qurd əslində latincası Grapholita molesta olan şərq meyvə yeyəni kəpənəyinin tırtıl mərhələsində olur. Siz onu zoğ qurdu kimi adlandırırsınız. Yəni, bunları necə aşkarlayırlar? Məsəl üçün, böyük bağlarda hektara 1 və ya 2 feromen tələ quraşdırırlar. Bu tələ vasitəsilə təyin edirlər və dərmanlama işi aparılır. Yəni, məqsəd kəpənəklərin uçuş zamanını təyin edib dərmanlamanı düzgün vaxtında aparmaqdır. Tələyə ilk kəpənək düşən kimi bu birinci nəsil uçuşun başladığını göstərir. Kəpənək tələdə olandan 5-7 gün sonra birinci dərmanlama aparılır. 10 gün sonra isə növbəti dərmanlama işi görülür. Normalda, yəni iyun ayının əvvəlindən avqust ayının sonuna qədər, zərurət olarsa sentyabrın ayının əvvəlləri də dərmanlama işi aparılmalıdır. Bu kəpənəklərin aktiv vaxtıdır. Ən dağıdıcı vaxtı bu kəpənəyin iyun ayıdır. İyun ayının əvvəlləri ikinci nəsil kəpənəklər çıxaraq yumurta qoymağa başlayır və yumurtadan çıxan tırtıllar artıq gənc zoğlarla girərək içinə yeyirlər zoğları. Zoğlar quruyur. Niyə gənc zoğlar? Çünki onların ağız aparatları ancaq gənc zoğları yeməyə qadirdir. Belə köhnə yarpaqlarda, yəni qoca zoğlarda qidalana bilmirlər. Meyvəyə daxil olaraq bu, yəni saplağın yanından deşiklər yaradırlar. Burada fakt bu dəqiqə zoğurdu var. Onu mikroskop altında sizə göstərəcəm birazdan. Yəni, bir sözlə meyvəyə daxil olaraq vaxtsız tökülmə, meyvədə çürümə yaradırlar. Əlamətlər nədir? Zoğun uc hissəsində quruma, bükülmə, zoğun ucu inkişafdan dayanır. Ağac o anda kley verir, özünü sağaltmağa çalışır. Zoğun içində qəhvəyi tırtıl və ya onun ifrazatı olur, qara nöqtələr şəklində. Gilas meyvəsinin üzərində kiçik deşiklər olur. İçəridə də çürümə və ya qurd isi olur. Məhsulun keyfiyyətini və miqdarını azaldır. Gec xəbər tutsanız, məcbur olacaqsınız ağacın təzə inkişaf edən cavan zoğlarının başlarını vurasınız. Yəni, kəsə-kəsə gələcəksiniz aşağı. Haradakı qurd isi olmasa ona qədər, yəni onsuz dərman vurmağın bir mənası yoxdur. Çünki zoğun içində siz dərman vurarkən qurd ola bilər və o yerdə inkişaf edə bilər. İndi isə sizə mikroskopda zoğurdu necə olur onu göstərəcəm və zədəsini. Bu zədəli hissələrdən böldüyüm gilaslardır. İndi sizə mikroskop altında göstərəcəm zoğurdunu.